Salam, bugün DİM 2025 topludan bakteriyaların izahına baxacağıq. Birinci sualla başlayaq. Kəpənəkçilərin köklərində əmələ gələn yumrucuq bakteriyalarının əhəmiyyəti. Bildiyimiz kimi yumrucuq bakteriyaları və bağırsaq tüpü bakteriyaları simbiyoz yaşayan bakteriyalardandır və kəpənəkçilərin köklərində olan yumrucuq bakteriyaları havanın sərbəst azotunu mənimsəyirlər və onu duz şəklində bitkiyə ötürürlər. Yəni birdə olacaq D variantı. Daha sonra 2-yə baxaq. Bakteriyanın spor əmələ gətirməsinə səbəb. Bakteriyalar sporu əlverişsiz şəraitdə əmələ gətirir. Yəni özünü əlverişsiz şəraitdən qorumaq üçün bakteriya spor əmələ gətirir. 2-də olacaq Y variantı. Daha sonra 3-ə baxaq. Bakteriya hüceyrəsinin sitoplazması sıxılır, qlafdan ayrılır, dəyirmi forma alır, öz səthinə ana qlafın daxilində olaraq yeni, daha sıx qlaf əmələ gətirir. Bu zaman hansı proses baş verir? Bu zaman bakteriya özünü əlverişsiz şəraitdən qorumaq üçün spor əmələ gətirir. Olacaq 3-də A variantı. Hansı hallarda bəzi bakteriyalar ana qlafın daxilində olaraq yeni, daha sıx qlaf əmələ gətirir? Ümumiyyətlə, yeni, daha sıx qlaf əmələ gətirmək spor əmələ gətirmə zamanıdır. Yəni 4-də olacaq B variantı. Vergül şəkilli bakteriyalar. Bakteriyalı formasına görə bölünür. Vergül şəkilli bakteriyalar vibrionlar adlanır. 5-də olacaq D variantı. Qıvrım spiral formada olan bakteriyalar adlanır spirallar, yəni olacaq C variantı. Daha sonra 7-yə baxaq. Hansı bakteriyalar heterotrofdur? Heterotrof bakteriyalar hazır üzvü qida maddələri ilə qidalanan bakteriyalardır. Məsələn, qıcqırma bakteriyaları, süd turşusu bakteriyaları, yağ turşusu bakteriyaları, sirkə bakteriyaları bunlar heterotrof bakteriyalara aiddir. Adı var nitrifikasiya bakteriyaları xeyr, siyanü bakteriyaları xeyr. C variantına baxaq. Qıcqırma bakteriyaları aiddir heterotrof bakteriyalara. 8. Hansı bakteriyalar avtotrofdur? Yəni qeyri-üzvü maddədən üzvü maddə yarada bilən bakteriyalar. Avtotrof bakteriyalarda biz 2 yerə bölürük. Fototrof, hemotrof. Hemotrofa aiddir dəmir, kükürt, hidrogen, nitrifikasiya bakteriyaları. Variantlarda avtotrof bakteriyalara misal hemosintez edici bakteriya, məsələn, Y variantı kükürt bakteriyaları var. Hemosintez edici bakteriyalar, yəni kimyəvi rabitə enerjisi hesabına qeyri-üzvü maddədən üzvü maddə yaradan bakteriyalardır. Hemosintez edici bakteriyalar. Burada aiddir hidrogen, dəmir, kükürt, nitrifikasiya bakteriyaları. 9-da olacaq B variantı. Ona baxaq. Hansı mülahizə doğru deyil? Bəzi bakteriyalar qamçıya malikdir. Bu doğrudur. Bəzi bakteriya spor əmələ gətirə bilir. Bəli, bu da doğrudur. Bəzi bakteriyalar birləşərək zəncir əmələ gətirir. Doğrudur. Bütün bakteriyalar rəngsizdir. Xeyr. Baxın, yanlış olan budur. Elə bakteriyalar var ki, onlar yaşıl bakteriya, qırmızı bakteriya və s. rənglərdə ola bilirlər. Yəni onda olacaq yanlış variant D variantı. Hansı mülahizə doğru deyil? Bütün bakteriyalar eyni ölçüdədir. Baxın, bu da yanlış variantdır. Bütün bakteriyalar eyni ölçüdə deyil. 12. Qırmızı və kükürt bakteriyaları üçün oxşar xüsusiyyət. Həm qırmızı, həm də kükürt bakteriyaları avtotrof bakteriyalardır. Qırmızı bakteriyalar fotosintez edici bakteriyalardır. Kükürt bakteriyaları isə hemosintez edici bakteriyalardır. Yəni bir mənalı olaraq ikisi də avtotrof bakteriyalardır. Yəni 12-də olacaq Y variantı. Saprovit və parazit bakteriyalar üçün oxşar xüsusiyyət. Ümumiyyətlə bakteriyalar da formalaşmış nüvə olmur. Aya baxaq, mitoxondriya malikdir. Yanlışdır. Membranlı orqanoidlərə malik olmurlar. Qeyri-üzvü maddələrdən üzvü birləşmə sintez edə bilirlər. Xeyr. Deməli, avtotrof bakteriyalar qeyri-üzvüdən üzvü maddə sintez edə bilir. Saprofitlə parazit isə sintez edə bilmir. Bu yanlışdır. Formalaşmış nüvəyə malikdirlər. Bu da yanlışdır. Bakteriyalarda formalaşmış nüvə olmur. D-yə baxaq, qeyri-üzvü maddələrdən üzvü maddə sintez edə bilmirlər. Bəli, bu doğrudur. Y-yə də baxaq, cinsi yolla çoxala bilir. Xeyr, bakteriyalar bölünmə yolu ilə çoxalır, sadə bölünmə yolu ilə çoxalır. Bu oldu yanlış variant. Yəni uyğun variantımız oldu D. 14. Bakteriyalar digər bir hüceyrə ilə müqayisədə ən sadə hüceyrəvi quruluşlu canlılardır. Çünki onlarda formalaşmış nüvə yoxdur. 14-də olacaq A variantı. Daha sonra gəlin 15-ci suala baxaq. Bakteriyalar digər hüceyrələrlə müqayisədə ən sadə hüceyrəvi quruluşlu canlılardır. Çünki deməli onlarda nüvə yoxdur və membranlı malik orqanoidlərdə yoxdur. Olacaq A variantı. Orqanoidlərdən onlarda yalnız ribosom var.
O da membransız orqanoiddir. Bakteriyalar üçün hansı səhvdir? Bütün bakteriyalarda xlorofil var. Baxın, elə yanlış variant budur. Bütün bakteriyalarda xlorofil olmur. 17. Bitkilərlə simbiyoz əmələ gətirir. Simbiyoz bakteriyalara, yumrucuq bakteriyaları, bir də bağırsaq çöpü bakteriyaları misaldır. Bağırsaq çöpü bakteriyaları insanla parazit həyat tərzi keçirir. Yəni simbiyoz yaşayır. Yumrucuq bakteriyaları isə bitkilərlə, paxlalı bitkilərin köklərində simbiyoz yaşayır. Yəni 17-də olacaq B variantı, yumrucuq bakteriyaları. Bitkilərlə simbiyoz əmələ gətirir. Yumrucu bakteriyaların digər adı azot toplayan bakteriyalardır. Yəni 18-də olacaq B variantı. Hansı bakteriya növüdür? Bakteriyanın növü. Baxın, vibrion, kok, batsil, spri, bunlar bakteriyalar formalarıdır. Bakteriyanın növü isə vərəm çöpü bakteriyalar olacaq. C variantı. Bakteriyaların böyük əksəriyyəti saprofitdir. Olacaq Y variantı. Heterotrof, saprofit, torpaq bakteriyaları. Avtotrof, xemosintez edici, sual. Yəni biz burada variantlarda xemosintez edici bakteriyanı tapmalıyıq. Xemosintez edici bakteriyalar kimyəvi rabitə enerjisindən istifadə edərək qeyri-üzvü maddədən üzvü maddə yaradır. Və bura dəmir, hidrogen, kükürt, nitrifikasiya bakteriyalara aiddir. Uyğun variantımız 21-də olacaq A variantı. Uyğunluğu müəyyən edin. Heterotrof, parazit, xəstəlik törədən bakteriya. Avtotrof, fotosintez edici, baxın, fotosintez edici. Fotosintez edici bakteriyalar hansılardır? Qırmızı bakteriya, yaşıl bakteriya. Baxaq, hansı var variantda? Qırmızı bakteriya var. Olacaq C variantı. Xemosintez edici canlıların hüceyrələrində olmur. Xemosintez edici canlıların hüceyrələrində olmur. Baxaq. Xromosom. Xromosom bakteriyalarda var. Ribosom da var, nukleotid də var, amin turşusu da var, amma xemosintez edicilərdə xlorofil olmur. Yəni onlar kimyəvi rabitə enerjisindən istifadə edərək qeyri-üzvü maddədən üzvü maddəni yaradırlar. Ot çöpü bakteriyaları. Çöp şəkilli, yəni batsillər çöp şəkilli bakteriyalardır. Çöp formasında olan bakteriyalar da 3-dür. Burada yəni uyğun variant budur. C variantı. Birinci kürə şəkillidir. Kirə şəkilli bakteriyalara aiddir. Məsələn, sonra 4 ilə 5 göstərilib orada vergül şəkillidir. 4 daha doğrusu spiral şəkilli bakteriyadır məsələn. Amma 3-də isə çöp şəklindədir. Nə üçün yer üzərində həyat və bakteriya və göbələklərsiz mümkün olmazdı? Bakteriya və göbələklər redusent orqanizmlərdir. Baxaq, üzvü maddələrin yeganə mənbəyi olduqları üçün yanlışdır. Qeyri-üzvü maddələrdən üzvü maddə əmələ gəlməsinə iştirak etdikləri üçün, məsələn, göbələklər üzvü maddə yaratmır. Atmosferi oksigenlə zənginləşdirdikləri üçün bu da deyil. Atmosferdə karbon qazı miqdarını azaltdıqları üçün bu da deyil. Üzvü qalıqları mineral maddələrə qədər parçaladıqlarına görə bəli. Çünki hər ikisi redusentdirlər. Üzvü maddə qalıqlarını mineral maddələrə qədər parçalayırlar. Yəni 25-də olacaq Y variantı. Daha sonra gəlin 26-cı suala baxaq. İçərisində 15 bakteriya olan qabda 1 saat ərzində maksimum neçə bakteriya bölünməyə məruz qalar? 15 bakteriya var. 1 saat ərzində. 15 bakteriyanı 1 saata bölək. 15, 30, 60. 1 saat ərzində 60 fərdə əmələ gəldi. Bölünməyə məruz qalanı tapmaq üçün əmələ gələn bakteriya sayından çıxırıq başlanğıc bakteriyanın sayını. Yəni 60-dan çıxırıq 15-i, cavab eləyəcək 45. Bu üsulla da eləyə bilərsiniz, düsturla da eləyə bilərsiniz. Düstur isə bu şəkildə olacaq. NT bərabərdir. N0 vurulsun 2 üstü N. Bu düsturla da eləyə bilərsiniz. Amma ən sadə üsul çubuq üsuludur. Özüm bütün məsələləri bu 27-ci sual. 2 bakteriyanın fasiləsiz bölünərək min 24-ə çatmasına minimum nə qədər vaxt sərf olunar? 2 bakteriyanın deməli bölünərək baxaq 2, 4, 8, 16, 32, 64, 128, 256, 512, 1024. 20 dəqiqədən bir bölünüb. 1 saat, 2 saat, 3 saat, 3 saat. – 28-ci sual. Əlverişli şəraitdə 4 saatdan sonra bir bakteriyadan sadə bölünmə yolu ilə maksimum neçə bakteriya əmələ gəlir? Bir bakteriyadan 4 saat ərzində hesablayaq.
Bu oldu bizim 1 saatımız. Hər xətt 20 dəqiqəni göstərir. 1 saata 8 fərd yarandı bir ilkin bakteriyadan. Daha sonra 32, 64. Bu oldu ikinci saatımız. 128, 256, 512. Bu oldu bizim üçüncü saatimiz. 1024, 2048. Aha, 29-cu suala gəlin baxaq. Birinci şəkildə kürə şəkilli koklardır. İkinci şəkildəkilər çöp şəklində, yəni batsillər. 3-də vergül şəkilli vibrionlar. 4-də isə spiral şəkilli spirillərdir. Əlverişli şərait yaradılmış olsaydı bir bakteriya hüceyrəsindən bir sutka ərzində maksimum neçə fərd yarana bilərdi? Bakteriya hüceyrəsi 20-30 dəqiqədən bir bölünməyə məruz qalır. Bir bakteriya hüceyrəsindən NT bərabərdir. N0 vurulsun 2 üstü n. Bizə nə deyir? Bir bakteriya hüceyrəsindən. Aha, bir bakteriya, yəni n0'ımız 1'dir. 2 üstü neçə olacaq indi burada? Bir sutka ərzində deyir. 24'ü vuracağıq 60'a, böləcəyik 20'yə. Çünki maksimum neçə fərd yaranıbsa, onu 20 dəqiqədən bir bölünəcək. Bu da eləyəcək 72. 1 vurulsun 2 üstü 72.